Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Tanınmış müğənni Aysun İsmailovanın qızı Sevginin səhhətində problem yaranıb. O bu barədə özü açıqlama verib və bəzi klinikaların məsuliyyətsizliyindən danışıb. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Sabahınız xeyir olsun. İnşallah gününüz xoş keçsin. Mən 3 gündür çox pisəm. Çünki qızım 3 gündür ağrıyır. Allah bütün körpələri qorusun. Dünən gecə bir özəl klinikalardan birinə getmişdim. Bunu deməkdə səbəbim nədir? Uşaq çox narahat idi deyə özəl klinikalardan birinə getmişdim və 150 manat ödəniş etdik. Və oradakı həkimlərin heç biri bizə bir cavab deyə bilmədi ki, bu uşağın nəyi var? Uşağı bağırsaq problemindən aparmışam, uşağı burun boğaz yoxlayır. Yəni, biabırçılıq idi, yəni sadəcə. Çox heyif ki, elə özəl klinikalarımızda elə həkimlər var və nə yaxşı ki, savadlı həkimlərimiz çoxdur ölkəmizdə. İndi Sevginin öz doktoruna aparıram, Səbinə xanımın yanına. Gecidi deyə Səbinə xanım işdə yox idi. Amma sağ olsun, səhərə qədər bizlə telefon. Direktdə çoxlu mesajlar gəlir mənə, Sevgini soruşursunuz, təşəkkür edirəm. Sevgi biraz yaxşıdır, amma belə normalda da günortalar yaxşı olurdu, 2 gecədir, bugün artıq 3-cü gündür, gecələr narahatdır, yata bilmir səhərə qədər ağrıdan. Amma sağ olsun Səbinə xanım bizə bir müalicə yazdı, indi ona başladıq, inşallah ki, yaxşı olar, tez zamanda nəticəsini alarıq. Bəzi ağıllılar sabahki paylaşımımla bağlı kommentarlarda rəylər bildirirlər, biri yazır pula görə nə bilim, nə bilim. İnan, heç biriniz mənə bu dəqiqə maraqlı deyilsiniz də, kim nəyi necə başa düşmək istəyir, düşsün. Mənim onu paylaşmaqda səbəbim o idi ki, adlı sanlı tanınmış bir klinikaya getdim və dedikləri ödəniş nə idisə də etdim. Birincisi, orada bizi saatlarla gözlətdilər. İkincisi də ki, gecə saat 1-dən səhər saat 5-ə qədər onlar bu uşağa bir əncam qıla bilmədilər. Mənim demək istədiyim o idi. Yoxsa burun boğazını yoxlamaq yox.